Deməli, 33 nömrəli tapşırığın izahını verək. Bu çevrənin ölçüsü neçədir? 40-dır. 40. Gəlirik bura. Deməli, 40 diametr çəkirik. 40. Sonra bunun mərkəzindən bu mərkəzdən kimi məsafə neçədir? 50-dir. Köməkçi alət kimi götürürük buradan line və 50 çəkirik. Və burada yenə diametri 20 olan bir dənə neçə çəkirik? Çevrə çəkirik. Aydındır, burada verilib də. Sonra bunun mərkəzindən yuxarı, bunun mərkəzinə məsafə neçədir? 72-dir, düz deyil. Amma burada bir məsələ var da. Burada bucaq məsələsi var, düz deyil. Hə? Bucaq məsələsi var. Bunu necə eləyəcəyik? Bax, normalda bu belə 90 dərəcədir də. Başa düşürsən, bax, buradan bura neçədir? 90 dərəcədir. Bu dəftərdə də baxaq. Bu nə sayılır? 90 dərəcə. Bax, 90 dərəcədir, hə? Bax, buradan bura 90-dır. Burası 15 var. 90 15 yəni neçə edir? 105. Gəlirəm burada line alətini götürürəm. Aha, ölçünü uzun saxlayıram. Tab düyməsini basaq. Burada bir dənə 105 çəkirəm. Enter basaq. Aydındır. Bu qədər verdik. Düz deyil. Bu qədər verdik. İndi buradan da bir dənə də line-ı götürürük. Buradan burada məsafə neçədir? 72, düz deyil. Buradan burada bir dənə 72 çəkək. Aydındır. Buradan da bura çəkək. Bildin də, ixtiyari ölçüdə. Yəni belə təxmini çəkdim. Bax, bunun toqquşmasında nə var? Çevrə var. Bu çevrənin də ölçüləri neçədir? Biri 10-dur, biri də 30. Bildin bu xəttləri niyə çəkdik? Bax, bu bildin niyə belə oldu? Bildin necə? Bax, burası 0-dır da. Bax, buradan bura kimi olan məsafə 90-dır. Bildin necə? Bax, belə. Bax, bu hissə. Bax, bu xəttdən, bu qırı-qırı xəttə kimi 90-dır. 90 son 5 yəni 105 edir. 105 uzun bir xətt çəkirsən, burada da 70 çəkirsən, burada bir dənə belə çəkirsən, sola toqquşdurursan. Sonra da gəlirsən bu hissədə, deməli, gəlirsən bu intersection hissəsində bir dəfə 10, bir dəfə də 30. Bir dəqiqə. Burada da 30 çəkirik. Aydındır. Sonra bunları nə edirik? Silirik də. Bunu da silək. Aydındır. Sonra görürük ki, bu çevrə ilə bu çevrə toxunan nə var? Radius 38 olan bir çevrə var. Düzdür. Tantara radiusu seçirik. Buna toxunan radiusu 38 olan. Aydındır. Bunu da trimlə nə edirik? Trimlə bunu silirik. Sonra yenə buna toxunan, yenə bir dənə də buna toxunan neçə radiusu neçə olan? 80 olan. Deməli, gəldik, tantana radiusu seçdik. Buna və buna toxunan 80. 80 oldu. Bunu da trim edirik. Sonra burada da var da, buna bir də buna toxunan radiusu neçə olan? 34. Deməli, yenə buna 34. Aydındır. Bunu da trim edirik. Ay yox, bunu yox. Dəqiqə. Trimi bura veririk. Aydındır. Bunu da silirik belə. Başqa bir şey qaldı mı? Hə, bir də bu qaldı. Düz deyil. Bunun da ölçüləri neçədir? 10 verilib də. Deməli, rectangle seçirik. Seçdik. Burada bir dənə 10'un 10'a 10. Tab. Bir dənə də 10. Enter. Və bunu da seçirik. Move aləti ilə bunun mərkəzini gətiririk hara? Bura. Sonra bunu da seçirik, fırladırıq. Görürsən, bu başı yuxarı olmalıdır. Rotate-dən bunun başını neydir? Mərkəz seçməliydim. Rotate-i seçirəm. Bu mərkəzindən
Bilir. Değiştirebilirim. Ben burada 90 yazam. Enter ura. Daha doğrusu 45'e 45. Dəqiqə. Mərkəz 45 yazaq. Aydındır. 90 yarısıdır. Sonra başka ne kaldı? Bence başka bir şey. Ha, bir tane de bababullar kaldı. Babullar. Aydındır. Veya bu 105 derece çekmişti. Burada line. Böyle gelir. Ben bu 105'i tezden çekeyim. Tabu bas 105. Enter. ISO eski bastı. Buraları da hələlik trim eləyək. Bizə lazım değil de. Sonra da buna bir tane offset diyeceğiz. Bu aralarında mesafe neçədir? 7'dir. Offset deyəndə neçə eləyəcək? 3.5, 3.5 götürəcək. 3.5 Enter. Biri var bu tarafa, biri var bu tarafa. Bir dəfə də sol tarafa verdik. Bunu da seçirik. Silerik. Burada da ne var? Tantan radius var da. Neçə? 9. Gəldirəm bura. Hə, ondan qabaq extend eləməliyik də. Bu xəttlər birləşmir də bura, düz deyil. Gəlirəm buradan extendi seçirəm. Demək, bunları nə edirəm? İstəyirəm. Yuxarıdan bir dənə də buradan birləşdirmək istəyirəm. Aydındır. Birləşdirəndən sonra düz dərsine qalsa birləşdirməkdə vacib değildi. Gəlirəm bura, tantan radius. Buna toxunan radiusu neçə olan? 9. Aydındır. Biz buradan bir eləyə bilmirik də. Hamısı 9. Enter. Yaddaşda qalıb bu, bax. Enter'i vur. 109 yazılıb. Aydındır. 9. Nice. Burada da yine gəldik, trim'i seçirik. Bunları belə silirik. Aydındır. Burada da bu ikisini silirik. Burada da bu ikisini silirik. Все. Bence başka bir şey kalmadı. Belə stop edeyim.